Salam değerli dostlar, değerli müşteriler. Baxi kombisi təmir üçün yaxınlaşmışıq. Müştərinin kombisində ümumi olaraq su problemi var. Ne qədər bal esenjör dediyimiz detalı çıxartmışıq. İçərisində F qırıntıları ne qədər çox olduğunu görürük. İlk növbədə bal esenjörü yuyacaq. Daha sonra işsiz xətlərini yummuş olacaq. Burada xırda bir problem görürəm. Yaşıllaşma o deməkdir ki, gələcəkdə burada tetika ehtimalı olmuş ola bilər. Adi standart prosesatla təsis olunubdur. Alıb ocaqlığını göstəreyim. Buranı da biz xüsusi avadanlıqla təmizləyib yaxşı vəziyyətə getirəcəyik. Ərazi olaraq Xaxşəhərdədir müştərimizin evi. Sizlər də öz mənzilinizdə olan problemləri, kombinizdə olan problemləri bizə müraciət edərək həll bilərsiniz. Burada da kollektor sistemi görürük. Və üstün variant nəyə görürük? Bir dənə hər müştəriyə xatırladaq ki, belə olmalı, məsələ tamizdir. Radiator sisteminə haddini boşaltma vintili qoyub. Bəzi mənzillərdə batır. Biz bu işi gördüyümüz zaman radiatorə qoyuruq, nə bilim, samolerin sistemlərdən istifadə edirik. Boşaltma krantının qoyulması daha yaxşıdır ki, ev batmır və təmiz iş görmək olur. Değerli dostlar, değerli müştərilər, Omega servis olaraq siz də bizə müraciət edə bilərsiniz. Xatırladım, qrunt pozitivli nasosda təsis olunubdur. 3 yollu motor standart masoslardandır. Qaz valfi biraz bunlarda bahadır. Honeywell olsa da baha ki, bunlarda 220'dir yoxsa 12 voltdur. Nədir? 220 ilə işləyir. Bunlar fərqli ola bilər, ona görə çəkdim. Deməli, turbin standart turbinlərdə oxuyucuda standart oxuyuculardandır. Burada xüsusi boşaltma ventilini görürük. Burada nəyə göstərmiş olum sizlərə? Latikləri, fan standart fanlardandır. Sol çıxış olduğunu görürük. Belə değerli dostlar, değerli müştərilər. 1560'ın təsis olunan nasos sirkulyasiya devriye nasosudur. Değerli dostlar, değerli müştərilər, Omega servis olaraq xidmətinizdə sağ olun.